Sınayırıq və qınayırıq kremi məhsulları. Kremin markası Rifai məhsullarından ilhamlanıb. Birə-bir demək olar ki, eynidir. Üst təmizləyici gelin tərkibində olefin sulfonat var. Bu quru və həssas dərilər üçün biraz aqressiv təmizləyicidir, amma yağlı dərilərin çox sevə biləcəyi məhsuldur. Mən üzümü təmizlədikdən sonra qəribə bir gərginlik hiss edirəm və bu geldə sevmədiyim şeylərdən biridir. Tərkibi aktivlərlə çox zəngindir. Niasinamid, traneksamid, AHA, PH turşuları və s. Amma mənim üçün bir geldə bu qədər aktivin olmasına gərək yoxdur. Sadəcə incə təmizləsə mənim üçün yetərlidir. 10 üzərindən 6. Nəmləndiricisi. Dünyanın ən gərəkli görünüb, amma ən mənasız qablaşdırması var. Nə qədər çəkdiyini bilə bilirsən, nə normal rahat yaya bilirsən. Yuması ayrı dərd, həyatımı asanlaşdıracaqkən daha da çətinləşdirir. Seramid, 8 tip hialuron turşusu, lipidlər çox yüngüldür, dərdə heç nə yoxmuş kimi hiss edirsən. Mənim üçün nəmləndirməsi yetərli deyil. Yağlı və qarışıq dərilər çox sevə bilər, amma mənim üçün 10 üzərindən 6. SPF krem yenə eyni qablaşdırmadır. Tərkibində sadəcə yeni nəsil kimyasallar və çox yüksək qoruması var. Dəridə əsla ağ iz buraxmır və makiyaj üçün mükəmməl bazadır. Həm qablaşdırmasını, həm də bu qədər parlaq bitiş sevmədiyim üçün 10 üzərindən 9. Tonic Pad. Bu seriyada ən çox sevdiyim məhsul bu oldu deyə bilərəm. Tərkibində mandalik və PH turşuları var. Çox yüngül peeling eləyir, dərini əsla qıcıqlandırmır. Traneksamid asid, nanopeptid 1 və C vitamini melanin sintezini azaldır və dərdəki ləkələri basqılayır. Tonik pad olmasına baxmayaraq dərini əsla qurutmur. Əgər dəriniz həssas deyilsə, 10 üzərindən 10.